Fizik tərbiyə dərsində istifadə ediləcək resurslar. Bu iki istiqamətdir. Həm resursları, həm də sıra hərəkətlərini izah edəcəm. Sıra hərəkətləri asan dərsdir. Qalır bir dənə resurslarımız. Burada da metodları öyrəndiyimiz tərzdə öyrənəcəyik. Yəni açar sözlərlə. Deməli, nə deyir? Deyir, fizik tərbiyə dərsində resurslar hərəkət topluluğu mənası verir. Hərəkət qrupları mənası verir. Resurs sözü. Resurslarla dərsin məzmunu təşkil edən standartların reallaşdırılması üçün dərsin ayrı-ayrı hissələrində istifadə edilən müxtəlif təyinatlı hərəkətlər daxildir. Bura ümumi 8 qrup hərəkət daxildir. Deməli, nələrdir? Sıra hərəkətləri, hazırlayıcı hərəkətlər, köməkçi, ümumi inkişaf, xüsusi hərəkətlər, əsas, bərpa edici və relaks edici və qiymətləndirmə hərəkətləri. İndi baxaq. Deyək ki, sıra hərəkətləri şagirdin dərsə hərəki fəaliyyətinin təşkili, istiqamətləndirilməsi, tənzimlənməsi üçün istifadə olunacaq sərəncam, əmr formasında verilən komandalara müvafiq icra edilən hərəkətlərdir. Sıra hərəkətləri necə eləyirsən? Məsələn, uşaqlar düzgün, deyəsən, məsələn, meydançanın sağında düzül və ya məndən solda düzül. Komanda verdin mi? Onu deyək, yəni, sərəncam və əmr formasında verilən komandalara müvafiq icra edilən hərəkətlərdir. Sıra hərəkətləri. Məsələn, komanda verirsən, sərəncam və əmr formasında olur da, düzül, düzlən, faraq at, sağa dön, sola dön, geriyə dön, addımla irəli marş, hamısı sıra hərəkətlərdir. Yəni, bir dənə bu sözü yadda saxlayın. Sərəncam və əmr formasında verilən komandalara müvafiq icra edən hərəkətlərdir. Sıra hərəkətləri. Hazırlayıcı hərəkətlər keçən il ilk sualı. Dərsin əsas hissəsində ediləcək oyun, hərəkət komplekslərini və s. icra edəcək əzələ qruplarının qızışdırılması və uğurlu icraya hazırlaşdırılması məqsədi ilə istifadə ediləcək hərəkətlərdir. Hansı hərəkətlər oldu? Hazırlayıcı hərəkətlər. Burada da açar sözümləri dərsin qızışdırılması. Hə, bir də buradan qalxmayın ki, buradan bax, bayaq dediyim kimi, bax, sual verdim, bayaqlar səbuhiyə. Dərsin əsas hissəsində tətbiq ediləcək. Yəni, indi eləmir, ha, o vaxtı, yəni, dərsin əsas hissəsində tətbiq ediləcək hərəkət komplekslərini və s. icra edəcək əzələ qruplarının qızışdırılması və uğurlu icraya hazırlaşdırılması məqsədi ilə istifadə ediləcək hərəkətlərdir. Yəni, məqsəd odur. Məqsəd nədir? Əzələ qruplarının qızışdırılmasıdır. Deməli, əzələ qruplarının hansı hissədə qızışdırılır? Dərsin hansı hissəsində? Hazırlayıcı hissədə. Elə bu da olacaq hazırlayıcı hərəkətlər. Belə desək, deyir, şagird dərsin əsas hissəsini hazırlamaq üçün verilən hazırlayıcı hərəkətlər, bunun üçün bədən qızışdırması vacibdir. Deməli, bədən qızışdırılması, harada görsəz, bədən qızışdırılmasından çox yazacaq, məsələn, əzələ qrupunun qızışdırılması. Əzələ qrupu harada qızışdırıldı? Hazırlayıcı hissədə. Məqsəd nədir? Uşaqlar zədələnməsin. Köməkçi hərəkətlər. Hər hansı bir çətin hərəkətdir, mürəkkəb quruluşlu hərəkət. Onun icra üsulunun öyrədilməsi zamanı texniki elementlərin mənimsənilməsi, təkmilləşdirilməsi məqsədi ilə istifadə olunacaq hərəkət kompleksidir. Deməli, mürəkkəb quruluşlu icra üsulunun öyrədilməsi deyirsə, çətin hərəkət öyrədilməsi üçün istifadə ediriksə, köməkçi hərəkətlərdir. Ümumi inkişaf hərəkətləri. Çox vaxtı müəllimlər hazırlayıcı ilə ümumi inkişaf bir də xüsusi, əsas. Bu dördü bir-birinə qaçışdırır. Bunları necə yadda saxlayaq? Ümumi inkişaf hərəkətlərinə baxaq indi. Orqanizmin ümumi fiziki hazırlığının, ayrı-ayrı əzələ qruplarının hazırlıq səviyyəsini artırmaq üçün istifadə olunacaq müxtəlif idman növlərinə aid hərəkətlər kompleksidir. Bax, müəllimlər, əzələ qruplarını iki yerdə var. Bax, biri hazırlayıcı hərəkətlərdir, biri ümumi inkişaf hərəkətləri. Hazırlayıcı hərəkətlərdə əzələ qruplarını qızışdırır, inkişaf etdirmir, sadəcə məqsəd qızışdırmaqdır. Amma ümumi inkişaf hərəkətlərdə adı üstündə ümumi inkişaf, yəni bədənin ümumi inkişafı, əzələlərin ümumi inkişafı. Burada da nə edirik? Ümumi fiziki hazırlığını, ayrı-ayrı əzələ qruplarının hazırlıq səviyyəsini artırmaq üçün istifadə olunan müxtəlif idman növlərinə aid hərəkətlər kompleksidir. Qaçdırmayın bizə bunları. Ümumi inkişafda əzələ qruplarının inkişaf səviyyəsi artırılır, ayrı-ayrı əzələ qruplarının. Hazırlayıcı hissədə hazırlayıcı hərəkətlərdən istifadə olunur. Burada da əzələ qrupları qızışdırılır. Dərsin hazırlayıcı hissəsinə bədən qızışdırması üçün veriləcək ümumi inkişaf hərəkətləri və səhər gimnastikasına istifadə olunan ümumi inkişaf hərəkətləri aid etmək olar bunlara. Sonra, dərsdə reallaşdırılan bədən qızışdırması üçün olan ümumi inkişaf hərəkətləri dərsin strukturuna əsasən seçilməlidir.
məsələn, dərsin strukturu, yəni dərsin əsası qüvvə qabiliyyətinə uyğundursa, mən ümuminkəf hərəkətlər zamanı qüvvə qabiliyyətinə aid hərəkətlər etməliyəm. Yəni, burada hazırlayıcı hissəyə yox və ya nə bilim, sürətə aid yox. Ümuminkəf hərəkətləri də budur. Əzələ qrupları hazırlıq səviyyəsi artırılırsa, ümuminkəf, əzələ qrupu qızışdırılırsa, hazırlayıcı hissə. Xüsusi hərəkətlər. Burada bu da əsasən ümuminkəflə qaçışdırılır. Sadəcə burada söhbət nədən gedir? Baxaq, ayrı-ayrı hərəkə qabiliyyətlərin inkişafına yönəlmiş, icra rejimi əvvəlcədən müəyyən olunmuş, ardıcıllığı və intensivliyə müvafiq yerinə yetirilən hərəkətlər kompleksidir. Bu qrupa fiziki qüsurlu insanların reabilitasiyası, məqsədli xüsusi seçilmiş hərəkətlər də daxil edilə bilər. Xüsusi hərəkətlər nə oldu? Hərəkə qabiliyyətlərinin inkişafına yönəlmiş hərəkətlər deyirsə və təyinatı əvvəlcədən müəyyən edilibsə, bu olur xüsusi hərəkətlər. Əzələ qrupları inkişafı deyirsə, səviyyəsinin artırılması, inkişafı ümumi inkişafdır. Bunları qaçışdırmayın. Xüsusi hərəkətlər çünki hərəkə qabiliyyətlərin inkişafına yönəlmişdir və icra rejimi qabaqcadan müəyyən edilir. Əsas hərəkətlər. Əsas hərəkətlər nə zaman istifadə olunur? Dərsin əsas hissəsində. Deməli, dərsin məqsədinin reallaşdırılması üçün seçilmiş icra üsullarının öyrədilməsi, təkmilləşdirilməsi, hərəkə qabiliyyətlərin inkişafına yönəlmiş hərəkətlər kompleksidir. Əsas hərəkətlər. Bir dənə bunca yadda saxlayın, bəs edir. Dərsin məqsədinin reallaşdırılması üçün icra üsullarının öyrədilməsi. Dərsin məqsədini onsuz da bilirik ki, dərsin əsas hissəsində reallaşdırılır. Bərpa edici və relaksiya edici hərəkətlər. Bərpa edici dərsin deməli hansı hissəsinə aid olar? Relaksiya, bərpa edici deməli tamamlayıcı hissəyə. Bu da eyni şeydir. Bura fiziki yükdən sonra orqanizmin bərpasına yönəlmiş tənəffüs hərəkətləri, eyni zamanda gərgin, çox saylı təkrardan sonra əzələnin boşaldılması məqsədi ilə icra edilən hərəkətlər daxildir. Bərpa edici və relaksiya edici deyəndə bunlar nəzərdə tutulur. Orqanizmin bərpasından söhbət gedirsə, deməli bərpa edicidir. Bir də var qiymətləndirmə hərəkətləri. Bu KSG, BSG diaqnostikdə olan hərəkətlərə aiddir. Hərəkə qabiliyyətlərin inkişaf dinamikasını qiymətləndirmək üçün, bax adı üstündə, qiymətləndirmək üçün istifadə olunan hərəkətlərdir. Diaqnostik KSG, BSG qiymətləndirilərindən istifadə olunur burada. Hərəkə qabiliyyətlərin inkişaf dinamikası deyirsə, onu qiymətləndirirsək, deməli oldu qiymətləndirmə hərəkətləri. Bura qədər yəqin ki, aydındır. Keçək şagird fəaliyyətinin təşkili. Sıra hərəkətləri. Sıra hərəkətləri fizik tərbiyə dərslərinin təşkil və keçirilməsində, eyni zamanda müxtəlif idman və kütləvi tədbirlərin keçirilməsi zamanı iştirakçıların idarə olunmasında müstəsna əhəmiyyət kəsb edir. Yəni, uşaqlar bir yerə yığırıq, sıraya və cərgədə burada iştirakını təmin edirik. Çünki bir dənə komanda verir, hamı uyğulayır. Ona görə sıra hərəkətləri belə olur. Bu hərəkətlər şagirdlərdə intizam, nizam, təşkilatçılığın, tərbiyə olunması, düz və gözəl qamətin, yeriş, komandalı fəaliyyətin, hərəkət tempi və ritmi, hissi inkişafının formalaşmasının vasitəsi hesab oluna bilər. Bizə burada nə lazımdır? Bizə də nə? Zal neti istiqamətə bölünür. Sıra hərəkətləri zamanı zalı əsasən 9 hissəyə bölürlər. Yəni, burada da baxın, şəkildə də var. 1, 2, 3, 1 ortadır. 2, 3, 4, 5, 6, 7, 8 və 9. Bu da zalın neçə hissəyə bölünməsinə aiddir? 9 hissəyə bölünür. Deməli, bizə yada saxlayın. 1 ortadır, mərkəzə düşür. 2, 3 arxalara. Əsas anlayışlar. Düzülüş, şagirdlərin birgə hərəki fəaliyyəti üçün yerləşdirilməsidir. Düzülüş iki formada olur, müəllimlər. Sıra və cərgə formasında həyata keçirilir. Əskərlikdə gördüyümüz elə idman zanları biz bunu edirik. Düzülüş iki formada oldu. Sıra və cərgədə. Sıra nədir? Şagirdlərin düz xətt üzərində bir-birinin boyun arxasına yerləşdirilməsi düzülüşüdür. Sıra necə oldu? Boyun arxası düzülüşlə deyilir. Şagirdlərin düz xətt üzərində bir-birinin boyun arxasına yerləşdirilməsi. Şəkildə də var. Bax, bu sıradır. Boyun arxası düzəliflər, bir-birinin boyunu görürlər. Bu oldu sıra düzülüşü. Məsafə var və interval var. Məsafə sırada olur. Məsafə nədir? Sırada düzülüşdə olan şagirdlər arasındakı məsafədir. Deməli, sıra düzülüşündə nədən istifadə olunur? Məsafədən. Bu məsafə
Normalda şagirddən irəli uzanmış qolunun uzunluğu qədər olmalıdır. Yəni qolu açırsan, uzadırsan qabağa dostunun çiyninə qədər. Bu da onun məsafəsi olur. Bir qol uzunluğunda olmalıdır. Cərgə şagirdlərin düz xətt üzərində çiyin-çiyinə düzülüşüdür. Baxın, yan-yana düzülüş, çiyin-çiyinə düzülüş deyirsə, bu da cərgə düzülüş deməkdir. Burada isə məsafədən yox, intervaldan istifadə olunur. İnterval nədir? Cərgədə, düzülüşdə olan şagirdlər arasında məsafədir. İnterval. İnterval nə qədər olmalıdır? Bir əl aynası qədər. Yəni 4 barmaq. Məsafə saxlamaq bəs eləyir. Əl aynasının eninə bərabər olmalıdır. Yəni. Bu da nə oldu? Cərgə düzülüşü. Sonra var cinah. Cinah nədir? Sıranın və ya cərgənin sağ və sol qurtaracağı cərgə adlanır. Dönmələr zamanı cinahın adı dəyişmir. Yəni geriyə dönsəndə sağ cinah sağ tərəfdir, yenə sol tərəf, sol cinah sol tərəf. Heç nə dəyişmir. Front nədir? Front yerləşənlərin baxdığı istiqamətdir. Düzülüş zamanı şagirdləri düzürsən. Düzülüşdə yerləşənlərin baxdığı istiqamət tərəf nə adlanır? Front. İstiqamətçi kimdir? Sırada birinci irəliləyən şagird istiqamətçidir. Əslində biz komandanın istiqamətçi verməliyik. Məsələn, deyirik, istiqamətçi sağa dön. İstiqamətçi qabaqda gedəndir, onun arxasındakılardır ki, istiqamətçiyə baxıb hərəkət edir. Yəni, istiqaməti o verir. Amma biz nə edirik? Opsi sinifə və opsi komanda veririk. İstiqamətçi, sırada birinci irəliləyən şagird. Sonuncu kimdir? Sıranın sonunda duran şagird. Böyle sonuncu adlanır, adı üstündə. Sonra nə var? Sonra baxırıq. Sıra hərəkətləri aşağıdakı qruplara bölünür. Sıra hərəkətləri ümumi 4 qrupa bölünür. Müəllimlərin işə qabına düşmüş sualdır. Sıra fəndləri, düzülüş və yenidən düzülüşlər, irəliləmələr, seyrəlmələr və sıxlaşmalar. Sonra sıra hərəkətlərində verilən komandalar. Sıra hərəkətlərindəki aşağıdakı komandalar verilir. Düzül. Bu komanda ilə şagirdlər müəllimin göstərdiyi sıraya düzülərək əsas duruş vəziyyəti alırlar. Yəni düzül nə idi? Çox vaxtı düzüllə o birisini qatırlar. Düzülüşlə çox vaxtı düzül komandasından fərağatı qatırlar. Müəllimlər, düzül nədir? Məsələn, girdim zala, görürəm ki, uşaqların hərəsi bir tərəfdə. Komanda verirəm. Uşaqlar hamısı keçir sıraya. Məsələn, deyirəm, düzül. Hamı keçir sıraya. Bax, müəllimin göstərdiyi sıraya durub əsas duruş vəziyyətini alırlarsa, bu düzüldür. Müəllimin göstərdiyi sıraya durub əsas duruş vəziyyətini alır. Bu düzüldür. Amma sırada durursan və əsas duruş vəziyyətini alırsansa, artıq sıradasan desən, bu olur fərağat komandası. Qatmayın bunları bir-birlərinə. Əsas duruş nə oldu? Fizik tərbiyədə bu anlayış sıra duruşu mənası verməklə şagirdin dabanlar bir yerdə, pəncələr bir pəncə enində aralı, qıçlar, çiyinlər düz, qollar sallanmış, barmaqlar yarımbükülü vəziyyətdə, baldırın orta xəttinə sıxılmış, baş düz xəttdə, baxışlar düz irəli istiqamətlənərək duruş vəziyyətini özünə ehtiva edir. Yəni, düzül komandası, yəni fərağətdə nə tər durursansa, düzüldə də eyni şeydir. Baxın, şəkildə də göstərdiyi kimi. Dabanlar bitişik, pəncələr bir pəncə enində aralıdır. Baş barmaq və ya obisi barmaqla yarımkülü vəziyyətdə. Şalvarın orta xəttinə sıxışdırılmış, yəni bitişdirilmiş olmalıdır. Sonra baxışlar da düz olur. Düzlən komandası. Bu komanda ilə düzül komandası və fərağat komandası eynidir. Bizə dənə fərq nədir? Düzləndə baş sağa doğru istiqamətlənir. Bu komanda ilə şagirdlər pəncələrini bir düz xətt üzərə düzəldərək sırada əsas duruş vəziyyətini alırlar. Düzlən komandasında birinci şagird başını düz saxlayır. Yəni başda duran düz saxlayır. Baxın şəkildə gördüyünüz kimi başda duran düzdür. Digərləri başını sağa doğru istiqamətləndirir. Düzlən komandasında. Bizə dənə düzlərlə düzülün və ya fərağatın fərqi nədir? Düzüldə müəllimin göstərdiyi sıraya düzülürük. Bunu deyirsə düzüldür. Tez əsas duruş vəziyyətini alır. Bu olur fərağat komandası. Düzləndə də hamısı eynidir fərağatda kimi. Bizə dənə başa fikir verin. Baş sağa doğru istiqamətləndirir. Bizə dənə birinci duran necə durur? Düz baxır. İstiqamətlənmir. Fərağat. Bu komanda ilə şagirdlər tez əsas duruş vəziyyətini alırlar. Bu da oldu fərağat komandası.
Azad komandası. Bu komanda ilə şagirdlər öz yerlərini dəyişmədən sağ və ya sol dizi azacıq bükərək sərbəst dayanırlar. Bu hərbidə fərqli olur. Ümumi təhsil müəssisələrində, yəni məktəblərdə fərqli. Məsələn, bizim yadımızdadır ki, mən əsgərlikdə olanda azad komandası verəndə əlləri arxaya qoyurduq, belə qoyurduq. Amma azad komandası məktəbdə fərqlidir. Sadəcə ayaqlar arası açılır, dabanlar bitişik olmaya ehtiyac yoxdur. Əllər də boşaldılır. Bir də dizi azacıq bükürlər. Bükə bilər yəni, buna icazə var. Olmadı. Keçən ilin müəllimənin işə qəbuluna düşmüş sual. Bu komanda ilə şagirdlər indiki vəziyyətlərindən bundan əvvəlki komanda ilə aldıqları vəziyyətə qayıdırlar. Bu da nə zaman olur? Məsələn, komanda verirəm, uşaqlar səhv eləyibdir və bayaq dediyim kimi miqə düşmüş sual, özüm səhv eləmişəm. Bu zaman nə edirəm? Sadəcə olmadı komandası verirəm, bundan əvvəlki vəziyyətə qayıdırlar şagirdlər. Dağılın. Bu komanda ilə şagirdlər sərbəst fəaliyyət üçün dağılışırlar. Sıra ilə say. Müəllim zala girdi, uşaqların sayını bilmək üçün sıra ilə say komandası verir. Hər biri şagird başını sol tərəfə döndərərək özünü sıra sayını deyir və başını əvvəlki vəziyyətə qaytarır. Bu da məqsəd nə idi? Sayı bilmək üçün istifadə edirik. Sonra da axırıncı da deyir ki, sayını deyəndən sonra da deyir ki, axırıncı say qurtardı. Məsələn, 20 say bitdi və qurtardı. Sayılar sağ cinahdan başlayır həmişə. Sağdan başlayır, sola doğru davam eləməlidir. Fizik tərbiyə dərslərində sinifin idarə olması üçün 1, 2, 1-dən 4-ə qədər say kimi komandalar verilir. Şagirdlərin sayması sırada yerində başı sola döndərməklə irəliləmələr zamanı isə sol addımda deyilir. Deməli, 3 yerə bölünür dönmələr, sola. Burada bir şey var müəllimlər. Dönmələr 5 yerə bölünür. Sola, sağa, geriyə. Bir də bura yarım sağa və yarım solanı əlavə edin. 5 olur. Yarım sağa, yarım sola da var. Dönmələrə aiddir. Ümumi 5 dənə. Sonra komandaların verilməsi ifadəsi 2 cürdür. Deməli, komandalar verilməsinə görə, ifadəsinə görə 2 yerə bölünür. 2 hissədən ibarətdir. Olur deməli, xəbərdar edici, icra edici. Deməli, komandalar neçə yerə bölündü? Burada 3 yazılıb, amma səhvdir bu. 5 yerdir. Sağa, sola, geriyə, yarım sağa, yarım sola. Ümumi 5 dənə. Sonra komandaların verilməsi 2 cür olur. Yəni 2 hissəyə bölünür. Xəbərdar edici, icra edici. Məsələn, deyirəm ki, sola. Bu nə oldu? Bu xəbərdar edicidir. İntonasiya verməlisən. Sonra deyirsən, sola, dön. Dönəcək nədir? İcra edici. Məsələn, geriyə komanda verirsən. Bu nə oldu? Xəbərdar edici. Dön, icra edicidir artıq. Deməli, neçə hissədən ibarət oldu? Komandalar ifadəsinə görə 2 hissədən ibarət oldu. Xəbərdar edici, icra edici. Bu hissələr arasında vaxt intervalı olmalıdır, yəni intonasiya. Bu da şagirdlərə hərəkət fəaliyyəti qurmağa imkan verməlidir. Komandalar sağa döndükdə sağ addım altında, sola döndükdə isə sol addım altında verilməlidir. Şagird bundan sonra sağ qısa bir addım edərək sola dönmə hərəkətini yerinə yetirir. Sola və sağa dönmələr 90 dərəcədə bucaq altında yerinə yetirilir. 90 dərəcə, yarım sağa, yarım sola 45 dərəcə olmalıdır. Geriyə dönmə 180 dərəcə, tam dönmələr isə 360 dərəcə olmalıdır. Bir də yadınızda saxlayın. İndi burada dönmələr var. Sola dönmə zamanı ayaqların hansı hissəsi iştirak edir? Hansı tərəfə dönürüksə, o tərəfin, yəni o tərəfin o ayağının həmişə pəncəsi yerdə olmalıdır. Məsələn, sola dönürüksə, həmişə o tərəfin dabanı yerdə olmalıdır. Baxın, sola dönürüksə necə olacaq? Həmişə sol daban yerdə olmalıdır. Digər ayağınsa tərsi. Sağ pəncə. Deməli, sola dönürüksə, sağ pəncə sol daban iştirak eləyəcəkdir. Sağa dönmə zamanı necə olacaq? Sağ daban yerdə olmalıdır. Sol pəncə isə, digər tərəfdən isə sol pəncə yerdə olmalıdır. Yəni, bir-birinin əksi olur da. Hansı tərəfə dönürüksə, o tərəfin dabanı yerdə olmalıdır mütləq. Geri dönmə zamanı da həmişə sol tərəfdən icra edildiyinə görə, burada da sol daban, sağ pəncə iştirak edir. Düzülüşlər və yenidən düzülüşlər. Düzülüş, müəllim komandası ilə müəyyən sıra vəziyyəti almaq üçün icra edilən fəaliyyətdir. Cərgəyə düzülüş, cərgəyə düzül. Müəllim bu komandanı verərkən öz frontal tərəfə, üzü frontal tərəfə olmaqla
sıra duruşu vəziyyətini alır və sinif ondan sonra sol tərəfdə düzülür həmişə. Sıra düzülüş necədir? Şagirdlər müəllimin arxasında düzülürlər. Sonra yenidən düzülüşlər, düzülüş növünün dəyişdirilməsi ilə əlaqədar şagirdlərin müəllim komandasına müvafiq yerinə yetirdikləri fəaliyyətdir. Bir cərgədən 2 cərgəyə yenidən düzülüşlər. Əvvəlcədən 1-2 say komandasından sonra 2 cərgə düzül komandası ilə yerinə yetirilir. Sol qısla arxaya 1 addım, sonra sağ qısla yana, ondan sonra da 3-cü sayda isə o bir sayaq digərinin böyrünə gəlir, yəni qıslar birləşdirilir. Bir də var yeriş üsulları. Bu atletikadakı ilə qatmayın, hə? Atletikada deyir, qaçış, idman yerişi, yerişlər 4 yerə bölünür. Bu yeriş üsullarıdır. Bunlar hansılardır? Yeriş üsulları deməli olur sıravi yeriş. Sonra bir də var sıravi yeriş və səfər yeriş, yəni səfər addımı. Deməli, sıravi yeriş nədir? Pəncərəli irəli dartılaraq düz döşəmədən yerdən, yəni 15-20 sm hündürlüyə qaldırılmış olur ayaqlar. Sonra qollar dirsəkdən bükülür, barmaqlar yarım bükülü vəziyyətdə olur və həmişə əl hündürə qalxır, yəni qolları qaldırmaq lazımdır. Çiyin oynağın imkan verdiyi qədər. Arxaya aparılır, arxaya gedəndə. Qoldansa düz irəliyə. Addımla marş komandasının əsasən nə zaman olur bu? Sıra addımı ilə marş və ya sıravi addımla marş komandasında icra edilir. Yeriş. Adi yeriş nədir? Yəni buna bir də nə deyirlər? Səfər addımı. Gərginliyin az olması ilə fərqlənir. Yəni adi yerişdir. Bu hərbidəkini deyir, bu idman dərsi keçməyənlər. Gərginliyi az olması ilə fərqlənir. Qıç sərbəst olaraq irəliyə aparılır. Pəncə dartılmır. Qollar gövdə ətrafında sərbəst hərəkət etdirilir. Dərs prosesində müəllim müxtəlif yeriş üsullarına istifadə edə bilər. Pəncə üzərində, daban üzərində, bitişdirici addımlarla, yarım oturuşda, hücum addımında və s. istifadə edə bilər. Bu zaman müvafiq yeriş üsulu göstərməklə komanda verilir sadəcə. Sonra bir də azad komandası var. Azad komandası da məsələn sıravi yerişdən səfər addımına, yəni adi yerişə keçmək üçün nə verilir? Səfər addımı verilir. Səfərdən sıraya keçmək üçün isə fərağat komandası veriləcək. Seyrəlmə və sıxılaşma. Seyrəlmə nədir? Düzülüş zamanı məsafə və intervalın artırılması üçün ilə əlaqədar şagirdlərin fəaliyyətdir. Məsələn, görürsən ki, çox sıx durublar, deyirsən ki, seyrə. Sıxılaşma nədir? Seyrəlmiş düzülüşdə məsafə və intervalın azaltmaqla əlaqədar şagirdlərin fəaliyyətidir. Bu da sıxılaşmaya aiddir. Bu qədər müəllimlər.